Dostum, dünən 3 tanışım rəhmət etdi. Gözlərini əbədi yumdular. Üçü də gənc idi. Bir gün əvvəl danışırdılar, gülürdülər, planlar qururdular, sabahlarını düşünüb yaşayırdılar. Amma bu gün onlar yoxdur. Evlərində paltarları hələ də asılıdır. Telefonlarında cavabsız mesajları var. Sabah geyinmək istədikləri paltar hələ də dolabda qalıb. Amma onlar artıq onu geyinə bilməyəcəklər. Onlardan qalan evin ortasında tək bir ruhsuz cəsədi və bir neçə gün arxalarınca ağlayacaq yaxınları. Səncə, onlar dünən bilirdilər ki, bu onların son günü olacaq? Xeyr, heç biri bunu bilmirdi. Heç ağıllarının ucundan da belə keçmirdi. Elə sən də bilmirsən. Və sən hələ də sabah deyib gözləyəcəksən, hələ də qorxularına məğlub olub arzularını ertələyəcəksən, hələ də içindəki potensialı boğub biri gəlib məni xilas etsin, ya da biri mənə söz verib işə düzəldəcək deyə gözləyəcəksən. Məndə alınmır, mümkün deyil, dəfələrlə yoxlamışam, alınmayıb, bundan sonra alınan da deyil, yaşım o yaş deyil deyirsən. Dostum, sən hələ də yatırsan. Sənin içində bir güc var, amma sən onu görməzdən gəlirsən. Sanki qarajında milyonlar dəyərində olan maşının var, amma sən hələ ondan xəbərsizsən. Bəs sən nə edirsən? Hələ də bu gücünün fərqinə varmadan yaşayacaqsan, yoxsa bu gün, elə indi, tam bu anda oyandığını qəbul edib özünü gerçəkdən tanımaya başlayacaqsan?